Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Oktyabr ayının 14-ü həftənin çərşənbə axşamı günü və 2025-ci ildə son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Bazarlarda 12-13 manata satılan ətlərdən almayın. Bununla bağlı mütəxəssislərdən xəbərdarlıq var. Onlar bildirirlər ki, baytarlıq arayışının olub-olmaması ilə bağlı mütləq şəkildə məlumat alın. Arayışın göstərilməsindən əgər imtina edilərsə, bu riskli məhsul hesab edilir. Ekspert qeyd edir ki, təzə mal əti qırmızıya çalar rəngdə olmalıdır, elastik və bərk olmalıdır. Əllə toxunduqda çuxur yaranırsa tezliklə özünü bərpa etməlidir. Əgər bunlar yoxdursa, demək onun mənşəyi məlum deyil və belə ətlərdən uzaq durun. Onu da deyək ki, son zamanlar bazarlarda Hindistan və Monqolistandan gətirilən ətlər təklif olunur. Bu ətlərin qiyməti isə 12-13 manat arası dəyişir. O ətlər buzlu şəkildə olduğu üçün satıcılar deyirlər ki, biz onu vitrində satmırıq. Hindistan əti həm qara olur, vitrin görünüşündə pozur. Ona görə də biz onu kənarda qoyub bu şəkildə satırıq. Yəni çox da göz önünə qoymuruq. Odur ki, mənşəyi məlum olmayan ətləri almayın. Onu da deyim ki, yerli ətin qiyməti 20-21 manatdır.